referens tabında izah edəcəm. Əsasən burada göstərilir. Keçirik digər bölmələrə. Header footer nə deməkdir? Mən səhifənin yuxarı hissələrinə, başlıq hissələrinə və yaxud da ki, aşağı hissəsinə sərlövhə, kalem tutul, başlıq, hər üç adı var. Həm kalem tutul deyilir, həm sərlövhə deyilir, həm başlıq deyilir. Bunları əlavə eləmək istəyirəmsə, artıq insertin header footer əmrindən istifadə edəcəm. Fikir vermisinizsə, kitabların hər bir səhifəsinin başlarında kitabın adı mütləq şəkildə qeyd olunur. Yəni, belə bir şey yaratmaq istəyirsinizsə və yaxud da ki, özünüz bir sənət yaratmışsınız, öz soyadınızı hər bir səhifənin başlıq hissəsində qeyd olunmasını istəyirsinizsə, bu əmrdən istifadə edəcəksiniz. Gəlin praktiki göstərim. Gəlirəm, belə bir, bunu da qeyd edeyim ki, müxtəlif formaları var. Baxın, burada hansı forma sizə uyğundursa, burada təklif edir ki, hansını istəyirsinizsə seçin. Hansı sizə uyğundursa, onu seçə bilərsiniz. Məsəl üçün, gəlin elə bunu seçək bu dəfə. Gəlirəm burada öz ad soyadımı, yazıram. Və close header and footer əmrini bir dəfə klikləməliyəm. Hər bir səhifənin yuxarı hissəsində, baxın, bu ikinci səhifəmizi birə qayıdaq, birinci səhifəsində də bu qeyd olundu. Əgər yox, aşağı hissəsində footerda nəsə yaratmaq istəyirəmsə, footeri atıb, buradan istədiyimiz bölməni seçə bilərik. Yəni, maraqlı olan hansı lazımdırsa, onu seçə bilərik. Baxın, burada mən sevdiyim və bu da çox maraqlı və çox gözəl görsənir. Hər bir səhifənin aşağı hissəsində belə bir şey əlavə olunacaq. Bunları silmək istəyiriksə, silməkdən öncə bunu qeyd edeyim ki, tutaq ki, mən istəmirəm. İstəyirəm birinci səhifə tamamilə boş olsun. 2-dən başlayaraq həmən mənim ad soyadım, əlaqə nömrəm görsənsin və yaxud da ki, birinci səhifəni tamamilə başqa formada, belə bir buradan yaşıl rəng yox, başqa bir formada etmək istəyirəmsə, baxın, üzərinə sol düyməni vurduğum zaman belə bir əlavə tab açıldı, header footer tabı. Fikir verirsiniz, cədvəl əlavə eləyəndə də, şəkil, fiqur əlavə eləyəndə də əlavə tablar açılırdı. Bu da onun kimi. Header footer əlavə elədiyimiz zaman əlavə tab açılacaq. Buradan different first page əmrini mən seçməliyəm ki, yəni bu deyir ki, birinci səhifəni fərqli göstər. Boş da qala bilər və yaxud da ki, buradan yenə gəlib başqa bir formanı seçə bilərik ki, birinci səhifə başqa cür görsənəcək, tutaq ki, belə bir şey. Amma ikinci səhifə tamamilə fərqli formada görsənəcək. Baxın, birinci səhifə belə olacaq, amma ikinci səhifə yerində qalacaq. Sonra, əgər tamamilə ancaq ikinci və yəni tək və yaxud da ki, cüt səhifələri fərqli formada göstərmək istəyiriksə, onda different odd even page əmrini aktiv etməliyik. Bu da header footerla bağlı. Bir də əgər silmək istəyiriksə, gəlib remove header sözünü seçməliyik. Footerdan isə remove footer hissəsini seçməliyik. Bizim yaratdığımız başlıqlar ləğv olunacaq. Səhifələrin nömrələnməsinə gəldikdə isə yenə insertə daxil olub page number əmrini seçməliyik. Buradan fərqli nömrələnmə qaydaları var. Top of page, yuxarıdan nömrələnmə, aşağıdan nömrələnmə, sonra orta hissələrdən, yəni sağdan soldan bu kimi formada nömrələnmə və yaxud da ki, page sözü qarşılarına yazılmaqla nömrələnmə müxtəlif forması var. Hansı sizə uyğundursa onu seçib, tutaq ki, mən bunu seçirəm, nömrələyə bilərik. Baxın, birinci səhifə, ikinci səhifə, hətta onu qeyd edeyim ki, birinci səhifə olmasına baxmayaraq, mən buradakı rəqəmi 3-dən başlayaraq, 5-dən başlayaraq nömrələyə bilərəm. Necə? Gələcəm insertə, buradan page number-ə daxil olub, format page number hissəsindən start ərti aktiv eləyib və neçənci nömrədən başlamaq istəyirəmsə, onu yazıb ok düyməsinə vurmalıyam. Baxın, burada artıq 3-dən başlayacaq. Yox, yenidən 1-dən istəyirəmsə, format page-ə daxil olub, ya 3-ü silib 1 eləməliyim, ya da elə bir başa continue from previous section sözünü aktiv edib ok düyməsini vurmalıyam. Ümumiyyətlə, nömrələnməni ləğv eləmək istəsəm, nə edəcəm? Təbii ki, remove page number-dan istifadə edəcəyəm. Keçək digər əmrlərə. Əgər mən sənədə mətin qutusu əlavə eləmək istəyirəmsə, buradan text box seçməliyəm. Müxtəlif formaları var. Hansı uyğundursa sizə, onu seçə bilərsiniz. Burada da yeni shape format açılır, fiqur olduğu üçün, fiqur kimi görsəndiyi üçün. Keçdik digər əmrlərə. Sonra, əgər mən tutaq ki, belə bir şey deyim, bu iki abzasda hər dəfə istifadə eləyəcəm. Bir də bunu hər sənəd açdığım zaman yazmaq istəmirəm əlimdən. Çünki hazır bir mətn halında saxlamaq istəyirəm. Bunun üçün
iki abzasını da seçəcəm və insertin Quick Parts əmrinə daxil olacağım. Quick Parts əmridir. Buradan Save Selection Quick Part Gallery sözünü seçib ok düyməsinə vurmalıyam. Artıq yaddaşa yazıldı. Baxın, mən yeni bir sənəd açsam belə, gəlin Ctrl-N-dən, bu arada Ctrl-la N hərfi yeni bir Word sənədi açar. Excel-də də belədir, yeni bir Word Excel sənədi PowerPoint-də də elədi. Baxın, dokument 2 yazıldı. Bayaqki dokument 1 idi. Bu isə 2-dir, yəni bu da onu göstərir ki, əlavə bir, başqa bir sənəddir. Başqa bir sənəd olmasına baxmayaraq, mən insert-ə daxil oluram. Quick Parts-a daxil olduğum zaman görəcəm ki, bayaqki mətnim artıq burada hazır formadadır. Dəfələrlə mən yeni bir sənəd yaratdığım zaman artıq bu cümlədən istifadə edəcəyim. Bu da bu məlumat. Word ad isə, məsəl üçün, mən dokumenti fiqurlu yazı deməkdir bu arada mənası. Fiqurlu yazı formasına salmaq istəyirəmsə, gəlib bunlardan birini seçəcəm, hansını istəyirəmsə. Sonra drop cap nə deməkdir? Daha çox nağıl kitablarında, jurnallarda görmüşsünüz. Əgər mən sözümün ilk hərfini böyük formada yazmaq istəyirəmsə, drop cap əmrindən istifadə edəcəm. Hansını istəyirsinizsə, onu seçə bilərsiniz bu şəkildə. Sonra, əgər mən sənədə imza yeri əlavə eləmək istəyirəmsə, Signature Line əmrindən istifadə edəcəyim. Burada imza çəkənin adı, soyadı və yaxud da ki, vəzifəsi, Gmail ünvanı yazıb ok düyməsinə vurduğumuz zaman imza yeri əlavə olunacaq. Məsələn, gəlin özümə uyğun bir şey yazım, praktiki göstərək. Kursor hardadırsa, ora əlavə olunacaq. Bunu da qeyd edeyim. Ok düyməsinə vurduğumuz zaman, baxın, burada imza yeri əlavə olundu. Əgər sənədə tarix sadə əlavə eləmək istəyirsə, Date and Time əmrindən istifadə eləməliyik. Baxın, burada tarix əlavə olundu. Və bu isə OLA texnologiyasıdır. Başqa bir proqramın faylını sənədə əlavə eləmək üçündür. Praktiki təəssüf ki, göstərə bilməyəcəm, çünki çox vaxt tələb edir, ən azı bir 15-20 dəqiqə gözləməliyik. Abbreviation isə riyazi düsturların sənədə daxil olmasıdır. Simvol isə klaviaturada olmayan simvolların daxil olunmasıdır. Burada tez istifadə etdiyimiz simvollardır. Yeni simvollar daxil etmək üçün More Symbols bölməsinə daxil olub, artıq istədiyimiz simvolu seçib, buradan hətta kateqoriyaları da baxa bilərsiniz. Hamısına bir-bir istəsiz baxarsınız. Seçib, yəni hansı lazımdırsa, tutaq ki, belə bir şey seçək. Seçib insert düyməsini bir dəfə vurun. Çox vuranda çox əlavə olunacaq. Yəni bir dənə insertə vurmaq kifayətdir ki, sənədə əlavə edilsin. Son istifadə etdiyimiz belə deyək, simvollar isə baxın burada göstərir. Ola bilər ki, sual düşsün. İstər fərqi yoxdur kitabxanaçılıq imtahanında, istər təsərrüfat müdürlüyünün imtahanında, istər laborantların imtahanında belə bir şəkil göstərilə bilər ki, burada hansı son istifadə olunmuşdur. Bunun özü belə göstərilə bilər. Artıq siz gəlib buradakı olanı seçməlisiniz. Mən gəlib bunu da seçə bilərəm. Bax, bu şəkil belə də qala bilər. Artıq buradakı aktiv olan yox, bura baxmalısınız ki, ən son hansı istifadə olunub, bunu seçib, daha doğrusu həmən variantda işarə eləməlisiniz. Bu da əlavə bir məlumat. Insert tabı bu qədər yekunlaşdırdıq.